السلام عليكم ورحمة الله وبركاته. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. اللهم علمنا ما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Aziz, kıymetli kardeşler, değerli cemaat, alemlerin Rabbi olan Allah'a sonsuz hamdü senalar olsun. Onun sonuncu peygamberi Muhammed sallallahu aleyhi ve selleme, onun ailesine, sahabelerine, ehli beytine, kıyamet gününe dek onlara güzel şekilde tabi olanlara Allah'ın salavatı, salamı, xeyir duası, bereketi olsun. Hem de olsun uca Allah'a, Allah Teala bizlere öz rəhməti, öz fəziləti sayesinde Allah Resulü Muhammed sallallahu aleyhi ve sellemin raşidi halifelerinin hayatını öğrenmeyi nasip edir. Böyük xoşbəxtçilikdir raşidi halifelerin hayatını bilmək, onların sünnəsindən xəbərdar olmaq. Ona göre ki dinimizde Allah Resulü Muhammed sallallahu aleyhi ve sellemin sünnəsindən sonra raşidi halifelerin sünnesine tabi olmaq buyurulur. İmam Ebu Davud'un, İmam Tirmizi'nin, başka hadis alimlerinin rivayet ettiği hadiste Allah Nebisi Muhammed sallallahu aleyhi ve sellem deyir: "Aleykum bi sünneti ve sünnetul hulefâir râşidînel mehdiyyin. Addu aleyhe bin nevacizi." Sizlere benim doğru yolda olan raşidi halifelerimin sünnesinden möhkem yapışmağı tövsiye edirəm. Azı dişlerinizle ondan möhkem yapışın. Bu raşidi halifelerin birincisi Allah Resulü Muhammed sallallahu aleyhi ve sellemin en yakın dostu, en çok sevdiği insan, bu ümmetin içerisinde en faziletli, en üstün kişi Ebu Bakır As-Sıddık radiyallahu anhunun, Allah ondan razı olsun, hayatını öğrenip okumaya devam edirik. Geçen dersimizde biz Allah Nebisi Muhammed sallallahu aleyhi ve sellemin vefatından sonra sahabelerin halife seçmek için bir yere toplanıp cem olunmaqlarını öğrendik. Ne için sahabeler Allah Nebisi Muhammed sallallahu aleyhi ve sellemin vefatından derhal sonra bu işi hayata geçirmeye tələsdilər? En birinci, Ərəb cəmiyyətində cemaatın nizam intizamını saxlamaq üçün, onların arasında əminamanlığı qoruyub saxlamaq üçün, fitnədən, fəsaddan, ayrıcalıqdan, ixtilafdan qoruyub saxlamaq üçün mütləq başçıya ehtiyac vardır. Qəbilənin başçısı. Buna həm şeyx deyilir, həm də seyyid deyilir. Əminamanlığı qoruyub saxlamaq, cəmaatın arasında ixtilafın, ayrılığın düşməsinə mane olmaq. Xüsusilə də Allah Resulü Muhammed sallallahu aleyhi ve sellemin vefatından sonra sahabələr necə böyük mənəvi cəhətdən ağrı çəkdilər, sarsıldılar. Ehtiyac var idi ki onları nizam intizama salan, onların əminamanlığını təmin edən, onlara haqqı xeyri tövsiyə edən başçının olması. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellemin sünnəsinə, onunla gələn İslam dininə baxdıqda əmir sahibi mühümdür, əhəmmiyyətlidir. Peygamber sallallahu aleyhi ve sellem en az 3 nəfər şəxsi bir yere gönderende
ilk onların arasında birinci əmir sahibini seçərdi. İlk gördüyü iş bu olardı. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem Medine'den harasa gedəndə ilk gördüyü iş Medine əhli üçün əmir sahibi, başçı seçmək olardı. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem döyüşlərdən qabaq kəşfiyyat xarakterli məlumat öyrənmək üçün düşmənlərin məskənlərinə göndərmiş olduğu səriyyələrdə başçı seçərdi. Mütləq ən birinci işi bu olardı. İbadətlərdə, həcc kimi əzəmətli bir ibadətdə insanları göndərən zaman Əbu Bakr onlara başçı seçir. Bu birinci səbəb. İkinci səbəb, xaricdən olası hücumların qarşısını almaq üçün cəmaatın bir nəfərin ətrafında cəm olub toplanması şərt idi. Artıq Rumlular hazırlaşmışdılar. Bizanslılar hücuma keçmək istəyirdilər. Rasul sallallahu aleyhi ve sellem vəfatı ərəfəsində Usame bin Zeydin başçılığı ilə çox əzəmətli bir ordu göndərir. Onlar ilə döyüşmək üçün. Həmin bu əzəmətli ordu 11 min ya 12 min sahabədən ibarət olan Mədinədən çıxmamış Curf adlı ərazidə eşidir ki, Allah Resulü sallallahu aleyhi ve sellem vəfat edir. Orada məskən salıb qarırlar, orada əskərlər dayanırlar. Çünki Bizanslılar hücuma keçməyə hazırlaşırdılar. Təkcə xaricdən onlar yox, həmçinin farslar da hücuma keçmək istəyirdilər. Üçüncü səbəb, Rasul sallallahu aleyhi ve sellemin vəfatı anında yalancı peyğəmbər olduğunu iddia edən şəxslər ortaya çıxmışdı. Yəməmə deyilən yerdə Museyləmətul Kəzzəb, başqa Uneyzə deyilən yerdə isə Əsvədəl-Ənəzi peyğəmbərlik iddia etməyə başlamışdılar. Onlar da hamısı ordu toplayırdı. Hücuma keçmək istəyirdilər. Dördüncü səbəb, Mədinənin ətrafında ərəb qəbilələri hücuma keçmək istəyirdilər. Müsəlmanları qarət eləmək, onlara qarşı tək vücud olmaq üçün başçı şərt idi. Beşinci səbəb, Mədinənin özünün içərisində münafiqlər var idi. Macal gəzirdilər ki, müsəlmanlara əziyyət verib onları incitsinlər. Məhz bu və digər səbəblər, əziz cəmaət, tələb edirdi ki, Allah Nəbisi Muhammed sallallahu aleyhi və səlləmin vəfatından dərhal sonra xəlifə seçmək olsun. Sonra öyrəndik ki, nə üçün Ansar Mədinənin öz cəmaatı xəlifə seçmək üçün mühacirlərdən ayrıldılar. Bəni Səqifə deyilən yerdə toplanıb Sa'd ibn Ubədəni xəlifə seçmək istədilər. İlk səbəb, onlar Mədinənin yerli cəmaatı idilər. Oranın əhli idilər. O şəhəri qorumaq, o şəhəri himayə etmək hamıdan qabaq onların boynunda, onların üzərində məsuliyyət idi. İkinci səbəb isə elə zənn edirdilər ki, mühacirlər Allah Resulü Muhammed sallallahu aleyhi ve sellemin vəfatından sonra qayıdacaqlar Məkkəyə, öz dədəbay yurtlarına. Bəs bu iki səbəbə görə onlar toplandılar ki, əmir başçı seçək. Sonra öyrəndik ki, mühacirlər, başda Əbu Bakr, Ömər, Əbu Ubeydə İbnül Cərrah və başqa səhabələr eşidəndə ki, Ənsar, Bəni Səqifə deyilən yerdə toplanıb, xəlifə seçmək istəyirlər, hazırlaşırlar gedib onlara köməklik etməyə. Təxminən buralarda qalmışdıq, əziz qardaşlarım. Əbu Bakr, Ömər və Əbu Ubeydə İbnül Cərrah gəlir Bəni Səqifə adlanan yerə. Bugün Məscid-i Nəbinin ətrafında həmin yer var, qiymətli qardaşlarım. Demək, qiblənin tam əksi şərq tərəfdədir. Yəni, Mədinənin şimal, qərbi, qibləyə baxanda isə cənub-şərq tərəfdədir.
yaşıl ağaclardan ibarət olan bir yerdir. Bax, ora Mədinə cəmaatının ta qədimdən toplaşıb məsləhət, məşvərət etdikləri yer olur. Abu Bakır, Ömər və Əbu Ubeydə İbn-i Cərrah, Allah onların hamısından razı olsun, gəlirlər Ənsarın yanına. Onlar xəlifə olmaq üçün Sa'd ibn Ubadəni məsləhət görürlər. Abu Bakır As-Siddiq radiyallahu anhu Ənsara söyləyir, onların fəzilətindən danışır. Qur'an-ı Kərimdə, Səhih Sünnədə Mədinə cəmaatının üstünlüklərini qeyd edir. Sizlər İslama və müsəlmanlara köməyini etmiş cəmaatsınız. Dinlərin rahatca yaşamaları üçün əllərinizdən nə gəlib etmişsiniz? Bizlərə qapınızı açmışsınız, evlərinizi, malınızı, mülkünüzü bölmüşsünüz. Lakin ərəblərdə qədimdən gələn bir adət var. Əgər başçı, əmir Qureyşdən olmasa, itaat etməyəcəklər. Gəlin sizlər Qureyşdən başçı seçin. Çünki Avsatul Arabi nəsəbən və dəran. Onlar ərəblər arasında ən mərkəzdə və ən hörmətli qəbilədir. Qureyş qəbiləsinin hörmətli olması keçən dərsimizdə öyrəndik. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm atası Abdullah. Abdullah'ın atası Abdülmuttalib. Abdülmuttalib'in atası Həşim idi. Bu Həşim Qureyş qəbiləsindən idi. Bu Həşim Ərəblər arasında ilk dəfə onları bir yerə toplayıb vahid səfdə, cərgədə cəm edən kişi oldu. Ərəblərin tarixində ilk dəfə onları bir yerə toplayıb cəm edən şəxs Allah Resulü sallallahu aleyhi və səlləmin ulu babalarından Haşim olmuşdur. O vaxta qədər ərəblər paramparça qruplar şəklində yaşayırlar. Həşim isə gəlir, ərəbləri bir yerə toplayıb onları cəm edir. Bu Haşim Qureyş qəbiləsindən olmuşdur. Qureyş qəbiləsi də Ərəb qəbiləsidir. Ərəb qəbiləsi isə İbrahim Peyğəmbərin oğlu İsmail Peyğəmbərin nəslindən gəlir. Sonra onlara başqa hədis gətirir. Ey Ənsar, sizin fəzilətiniz hər birimizin qəlbində bəllidir. Ənsarı sevmək imandandır. Lakin əgər bu iş Qureyşə verilməsə, ərəblər, o biri qəbilələr itaat eləyib tabi olmayacaqdır. Eşitməmisiniz, Allah Resulü sallallahu aleyhi və səlləm deyir, xilafət, başçılıq bunların haqqıdır. Bu zaman, dəyərli cəmaət, Ənsar deyir ki, minnə əmirun və minkum əmirun. Gəlin bizdən də başçı əmir olsun, sizdən də başçı əmir olsun. Hərəmizdən bir başçı, bir əmir olsun. Bu vaxt səhabələr deyirlər ki, xeyr, xilafət dağılacaq, parçalanmaq olacaq, səhvlər bölünəcək. Abu Bakır radiyallahu anhu ən elmli səhabələrdən idi. Ərəblərin tarixin, nəslin ən yaxşı bilən səhabələrdən idi. Onların xeyri üçün deyir ki, ey cəmaət, mən sizin üçün bu iki kişini tövsiyə edirəm. Bunların ikisindən birini xəlifə seçin. Ömər ibn-i Xattab, Əbu Ubeydə ibn-i Cərrah. فَأَيُّهُمَا بَايَعْتُمْ فَهُوَ لَكُمْ ثِقَةٌ. Bunların hansını xəlifə seçsəniz, o sizin üçün güvənilən şəxsdir. Bu zaman, dəyərli qardaşlarım, Ənsar Abu Bakrın bu fikri ilə razılaşırlar, lakin deyirlər, Nəhnul umara və entumul vuzara. Bizdən başçılar olsun, sizdən köməkçilər. Dəyərli cəmaət, belə yəni bəsit, sadə ixtilaflar düşür. Lakin heç biri bir-birinin fəzilətin inkar etmir. Bir-birinə qayıtmır. Necə ki, bəzi firqələrin dilə gətirib danışdığı kimi. Bu ixtilafların çox olduğu bir anda məşhur səhabə Ömər ibn-i Xattab radiyallahu anhu ayağa qalxıb danışmağa başlayır. Bilirsiniz, Ömər Qureyşin səfiri idi. Hələm İslamdan qabaq başqa qəbilələrlə
xarici ölkələrlə danışmağa, müzakirəyə Öməri göndərərlər. Ömər radiyallahu anhu ilk öncə Ənsarın minnə əmirun və minkum əmirun sözlərinə bizdən də bir əmir olsun, sizdən də bir əmir olsun deyir ki, seyfəni fi gımdin vahidin idən la yaslihən. Bir qında əgər iki qılınc olacaqsa düz olmayacaq. Bir qında əgər iki qılınc olacaqsa düz olmayacaq. Sülh əmin-amanlıq olmayacaq. Başlayır, ey Ənsar, cəmaata xitab eləyir. Ələstum tə'ləmunə ənə Rasulallah sallallahu aleyhi və səlləmə əmara Əbə Bəkrin ən yusalliyə bin-nəs. Siz bilmirsinizmi ki, Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm insanlara namazda imamlıq etmək üçün Əbu Bəkri qoymuşdu? Qalu bələ. Deyirlər ki, əlbəttə bilirik. Fəəyyukum tatibu nəfsəhu ən yətəqəddəmə Əbə Bəkri. Elə isə sizlərdən kim öz nəfsin yaxşı görüb Əbu Bəkrdən qabağa keçirdə bilər? Fəqalu nə'udhu billahi ən nətəqəddəmə Əbə Bəkri. Allaha sığınırıq. Bizlərdən kim Əbu Bəkrdən qabağa keçməkdən? Bu onun demiş olduğu birinci dəlil. Namazdakı imamətin cəmaata dəlil olaraq gətirir ki, Allah Resulü sallallahu aleyhi və səlləm onu namazda imam qoymağı ilə böyük imamətə hazırlayırdı. Kiçik imamət ilə böyük imamətə özündən sonra bizlərə əmir qoymağa hazırladı. Həqiqətən Ömər radiyallahu anhu bilirsiniz, Həzrəti Əli deyir ki, haqq elə bil ki, onun iki dodağının arasındaydı. Resul sallallahu aleyhi və səlləm deyir ki, əvvəlki ümmətlərdə elə kişilər olub ki, Peyğəmbər olmayıblar. Amma Allah Teala onlara elə ilham edirdi qəlblərinə, ağızlarından haqq doğru sözlər çıxırdı. Bu ümmətin içərisində məndən sonra Peyğəmbər gəlsə, o Ömər olardı. O Ömər olardı. İkinci dəlili deyir ki, mən ləhu mithlu həzihi thələthə ثاني اثنين إذ هما في الغار إذ يقول لصاحبه لا تحزن إن الله معنا. Tövbə surəsindəki ayəni dəlil olaraq gətirir. Sizlərdən kim Allah Resulü sallallahu aleyhi və səlləm ilə birlikdə mağaradaydı? Allah Teala dedi, o zaman onların ikisi mağarada olanda o iki nəfərdən birincisi o ikinciyə dedi, qəm yemə, Allah bizimlədir. Ey cəmaat, kim idi o iki nəfərin ikincisi? Onlar deyirlər ki, Əbu Bakr. Bu da ikinci gətirmiş olduğu dəlil və cəmaat bütün bunlar ilə yavaş-yavaş razılaşmağa başlayır. Sonra üçüncü dəlil gətirir, deyir ki, ey cəmaat, yadınızdadırmı Allah Resulü sallallahu aleyhi və səlləm əmr etdi bizlərə həccə gedən zaman Əbu Bakr əmir olsun. Dedi, ey cəmaat, həcc ibadətinə gedin, sizin əmriniz Əbu Bakrdır. Bütün bunlardan sonra, əziz qardaşlar, həm muhacirlər, həm də ansarlar qəlblərində qani olub, arxayın olurlar ki, bu işdə haqq Əbu Bakrındır. Lakin Əbu Bakrın səsi çıxmır. Onun təvazukarlığı, onun Allahdan qorxması, onun dəyərli qardaşların imanı, ixlası səbəb olur ki, o heç bir şey demir. Bütün bu danışıqlardan sonra Həzrəti Ömər deyir ki, ey Əbu Bakr, əlini uzat, mən sənə beyyət edəcəyəm. İlk beyyət edən orada Həzrəti Ömər olur. Və sonra bütün muhacirlər orada olan və bütün ansar beyyət edir. Əziz qardaşlarım, o qədər orada sahabələr bu işlə razılaşır ki, hətta rəvayətlərdə gəlir. Həzrəti Ömər, ey Əbu Bakr, əlini uzat deyəndə, özü Əbu Bakrın əlinin üzərinə əlin qoymamışdan qabaq ansardan iki nəfər kişi keçir qabağa, deyir, birinci biz beyyət eləyəcəyik. Birinci biz beyyət eləyəcəyik Əbu Bakra. Lakin
ilk beyət edən Həzrəti Ömər olur və bu da onu göstərir ki, bəzi tarixçilərin, bəzi əqidəsində, minhəcində xarab firqələrin iddia etdiyi kimi güya orada qılınclar çəkilib, güya orada bir-birlərinə ağır və s. sözlər söylənilib. Bax, beləcə Peyğəmbər sallallahu aleyhi və səlləmin vəfat etdiyi gün məşhur olan görüşə görə Hicrətin 11-ci ili Rabiul Əvvəl ayının 12-si həftənin 1-ci günü Bəni Səqifə deyilən yerdə Abu Bakra xüsusi beyyət olur. Xüsusi beyyət. Nə üçün xüsusi beyyət dedim? Çünki ümumi beyyət səhərisi günü Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidində olur. Xüsusi beyyət ona görə adlanır ki, orada məhdud sayda xüsusi şəxslər beyyət etmişdir. Səhərisi günü isə Məscid-i Nəbidə bütün ümumi cəmaat gəlib Əbu Bakra beyyət etmişdilər. Əbu Bakr həmin anda çox təsirli bir xütbə verir. Deyir ki, Vallahi, mə kuntu harisan aləl-imara yevmən və lə leylətən qattu. Allaha and olsun ki, mən nə bir gecə, nə də bir gündüz heç vaxt başçı, xəlifə olmağı istəyib, arzulayıb, həris olmamışam. Və lə kuntu rağibən fiyhə. Və mən bunu istəməmişəm, rəğbətli olmamışam. Və lə səəltuhə Allah əzzə və cəllə fi sirrin və lə aləniyyətin. Mən bu işi nə aşkarda, nə də gizlində heç vaxt Allahdan istəməmişəm. وَلَكِنِّي أَشْفَقْتُ مِنَ الْفِتْنَةِ. Lakin mən fitnənin qopacağından qorxdum. وَمَا لِي فِي الْإِمَارَةِ مِنْ رَاحَةٍ. Mən başa düşürəm ki, artıq əmir olduqdan sonra mənə rahatçılıq yoxdur. وَلَكِنْ قُلِدْتُ أَمْرًا عَظِيمًا مَا لِي بِهِ مِنْ طَاقَةٍ وَلَا يَدٍ إِلَّا بِتَقْوَى اللّٰهِ عَزَّ وَجَلَّ. Mən elə bir qandal ilə qandallandım ki, artıq Allah Azza və Cəllənin köməkliyi sayəsində mən bu yükü daşıyıb öhdəsindən gələ biləcəyəm. Ləvədidtu ən əqvən nəsu aleyhə məkəni əl-yevmə. Bəs bu xütbə ilə Əbu Bakr radiyallahu anhu xilafəti qəbul edir. Səhabələr məşhur sözləri arasında demək Əbu Bakrə beyyət edərkən söyləyirlər: Bəyəuni alə-səm'i və ta'ati li kitabillahi thumma lil-imara. Ey insanlar, Əbu Bakra Allaha itayət və onu eşitmək üzərə beyyət edib onun əmirliyin qəbul edin. Əbu Bakr as-Siddiq radiyallahu anhu xəlifə seçilir. Həmin günü Bəni Səqifə adlanan yerdə, səhərsi günü isə Məscid-i Nəbidə insanların toplandığı, cəm olduğu yerdə Əbu Bakr radiyallahu anhu xəlifə olur. Orada Ömər İbn-i Xattab yenə Allah ondan razı olsun xütbə verib deyir ki, Eyyuhənnəs, ey insanlar, Qad cəmə'allahu əmrakum alə xayrikum. Allah Teala sizə rəhbərliyi sizin ən xeyirlinizə nəsib etdi. Sahibu Rasulillahi sallallahu aleyhi və səlləmə. Allah Resulü sallallahu aleyhi və səlləmin dostu. Thaniyyətneyni izhumə fil gari. Mağarada qalan zaman o iki nəfərin ikincisinə. Fəqumu fəbəyəuhu. Qalxın ona beyyət edin və insanlar da beyyət edirlər. Bir şübhə gətirirlər ki, Sa'd ibn Ubadə və Əli ibn Əbi Talib güya Əbu Bakra beyyət etməyiblər. Onun xilafətindən narazı qalıblar. Ən birinci dəyərli qardaşlarım, Sa'd ibn Ubadə radiyallahu anhu Əbu Bakr as-Siddiq radiyallahu anhunun xəlifə seçilməsindən sonra onun yanında ən çox yer alan səhabələrdən biri olur. Belə ki, o heç vaxt Əbu Bakrın
xilafəti ilə, əmirlici ilə namazı onun arxasında qılmağı tərk etmir. Onunla bərabər əmir sahibi ilə birlikdə həcc etməyi tərk etmir. Həmin anda Bəni Səqifədə ilk beyyət edən şəxslərdən birincisi o olur. Bu haqda da rəvayət yayan şəxs Əbu Məxnəf adında məşhur şiəliyi ilə tanınan bir şəxs olur. Əbu Məxnəf adında məşhur şiəliyi ilə tanınan şəxsdir. Onun haqqında alimlər buyururlar ki, çoxlu yalan danışan, fitnəli, fəsadlı, ixtilaflı mövzuları yayan bir şəxs olub səhabələri gözdən salan. Və sonra İbn Quteybə yazır kitabında, alimlər isə buyururlar ki, o bu rəvayətləri öz kitabında qeyd etmək ilə Allah qorusun yalanın və başqa səhabələrə dil uzatmağın yayılmağına Allah uzaq eləsin səbəb olur. Sa'd ibn Ubadə radiyallahu anhu, Əbu Bakr As-Siddiq radiyallahu anhu xəlifə seçilən zaman bilirsiniz, yəni qızdırma və üşütmə xəstəliyi var idi. Onu qalın bir şeyə bürümüşdülər. Əbu Bakr As-Siddiq radiyallahu anhu ona deyir ki, ey Sa'd, əlbəttə Ənsarın fəziləti və Sa'd ibn Ubadənin fəzilətin qeyd etdikdən sonra sən bilirsən, biz Peyğəmbər sallallahu aleyhi və səlləm ilə birlikdə filan yerdə idik, sən də oradaydın, oturmuşdun. Demişdi ki, bu əmirlik Qureyşin haqqıdır. Onlar ərəblər arasında ən orta qəbilə və ən hörmət qoyulan cəmaatdılar. Yadındadırmı? Ey Sa'd, o da deyir ki, sadaqdır. Bəli, ey Əbu Bakır, düz deyirsən. Peyğəmbər s.ə.v demişdi, Nəhnul vuzara və entumul umara. Sizlər əmir sahibləri və başçılarsınız, bizlər isə sizə vəzirlər və köməkçiləriyik. Bu da səhih, sabit rəvayətlər ilə gəlir. Ona görə də Sa'd ibn Ubadənin yaymaları ki, beyyət etməmişdi, həqiqəti doğurmur. Sonra Əli ibn Əbi Talib radiyallahu anhu haqqında deyirlər ki, o Əbu Bakra beyyət edən şəxslər arasında nə xüsusi beyyətdə, nə də ümumi beyyətdə olmayıb. İbn Xuzeymə və başqa alimlər deyirlər ki, Muslim ibn Həccac rahiməhullah da rəvayət edir ki, ümumi beyyət olanda Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidində orada muhacirlər və ənsarlar toplanmışdılar. Əbu Bakır cəmaatın üzərinə baxır və onların arasında Həzrəti Əlini görmür. Çağırtdırır ki, Əli gəlsin. Əli radiyallahu anhu gəlir və gələn kimi deyir ki, La təþribə ya xalifətə Rasulillahi sallallahu aleyhi və səlləm. Ey Allah Rasulü sallallahu aleyhi və səlləmin xəlifəsi, heç bir narahatsızlıq yoxdur, heç bir incilik və s. yoxdur, fəbəyyəuhu və dərhal ona orada beyyət edir. Baxın, dəyərli qardaşlarım, nə dedi orada? O vaxta qədər Əbu Bakra bu cür fəzilətli söz deyilməmişdi. Dedi, ya xalifətə Rasulillahi sallallahu aleyhi və səlləm. Ey Allah Rasulü sallallahu aleyhi və səlləmin davamçısı, ondan sonraki xəlifə. Bu da Əbu Bakrın fəzilətini göstərirdi. İbn Kəsir rahiməhullah buyurur ki, bu xəbərdə çoxlu faydalar var. Gözəl xeyirlər var. Əlinin elə birinci günü Əbu Bakra beyyət etməsi və sonra ikinci günü Əbu Bakra gəlib beyyət etməsi. Çünki birinci günü Əbu Bakra xüsusi beyyət olanda orada yox idi. Amma eşidir ki, insanlar Əbu Bakrı seçib və dərhal ona orada beyyət edir. Sadəcə önündə, huzurunda ikinci günü, ümumi beyyət olan günü deyir. O vaxt ki, Əbu Bakr onu çağırır, deyir ki, ey Allah Rasulü sallallahu aleyhi və səlləmin xəlifəsi, heç bir narahatsızlıq yoxdur, mən sənə beyyət etmişəm. Yəni, dünən sən xəlifə seçilməyini eşitdikdə mən sənə beyyət etmişəm. Həm birinci günü, həm də ikinci günü
gəlir, dəyərli qardaşlarım, beyət edir. Ondan sonra heç vaxt Əbu Bəkrın yanından ayrılmır. İndi biz qarşıdakı dərslərimizdə öyrənəcəyik, Əbu Bəkrın dövründə necə böyük imtihanlar, fitnələr və sınaqlar oldu. Həmişə onun yanında, ona sadiq olan, o bir şeyə əmr edəndə ilk atılan, qabağa olan şəxs Əli ibn Əbi Talib radiyallahu anhu olmuşdur. Belə ki, heç vaxt Əbu Bəkrın arxasında namaz qılmağı tərk etməmiş, onunla bərabər həcc etməyi tərk etməmiş və hətta dəyərli qardaşlarım, yalancı peyğəmbər olduğunu iddia edən şəxslər ilə, sonra dindən dönüm mürtəd olanlar ilə Əbu Bəkr 4 dənə bayraq düzəldir. Kim götürəcək? Əli radiyallahu anhu deyəcək, birinci mən götürürəm. Qalan 3 dənəni özü seçir. İnşallah onları hissə qarşıdakı dərslərimizdə öyrənəcəyik. Onların arasında çox gözəl mehribançılıq, dostluq olub. Yadınızdadırsa bizlər bir neçə dərs bundan qabaq həm əhl-i sünnə mənbələrində, həm də əhl-i şiə mənbələrində Həzrəti Əlinin, Cəfər Sadiqin, Muhammed Baqirin, Allah Teala onların hamısına rəhmət etsin, Əbu Bəkr, Ömər haqqında necə fəzilətli, gözəl sözlər söyləmələrin hamımız eşidib və ondan faydalanmışdıq. Ona görə də təkrara ehtiyac yoxdur. Onların arasında olan gözəl mehribançılığın, dostluğun bir dəlili də Uqbə ibn Haris'ə rəvayət olunan hədisdir. Deyir ki, xaractu ma'a Əbi Bəkrin radiyallahu anhu ba'də vəfatin Nəbiyyi sallallahu aleyhi və səlləmə biliyəlin və aliyyun yəmşi ilə cəmbihi. Mən Allah Resulü sallallahu aleyhi və səlləmin vəfatından sonra Əbu Bəkirlə bərabər çıxdım. Əli onun sağ tərəfində gedirdi. Fəmərrə bi Həsən ibn Aliyyin və huvə yələ'abu ma'al ğilmən. Bu zaman biz Həzrət Həsənlə qarşılaşdıq. O uşaqlar ilə, balaca uşaqlar ilə oynayırdı. Fəhtəmələhu alə ruqbətihi və cəalə yəqul. Bu zamanı Əbu Bəkir onu dərhal alır qucağına və qaldırır, qoyur çiyinlərinə və deyir, bi əbi şəbihun bin nəbiyyi sallallahu aleyhi və səlləmə leysə bi şəbihin bi aliyyin və aliyyi radiyallahu anhu yədhər. Atam sənə fəda olsun ey Həsən. Peyğəmbərə oxşuyur, amma Əliyə oxşamır. Həzrəti Həsən ən çox Rasul sallallahu aleyhi ve sellemə bənzəyən səhabə idi. Atam sənə fəda olsun ey Həsən. Sən Allah Rasulü sallallahu aleyhi ve sellemə daha çox oxşayırsan. Əlidənsə. Və bunu deyən zaman Həzrəti Əli gülürdü dəyərli qardaşlar. Baxın onların arasında nə qədər böyük mehribançılıq və qardaşlıq olmuşdur. Nə qədər rəvayətlər var dəyərli qardaşlarım. Həzrəti Əli Kufə məscidində xutbə verən zaman deyir ki, ey Kufə cəmaatı, mən Allaha dua edirəm ki, Əbu Bəkr və Ömər kimi salih əməl sahibi olan bir şəxslə Allaha huzuruna çıxım. Onlar kimi əməl salih bir şəxs olub Allahın huzuruna çıxıb təkrara ehtiyac yoxdur və hamısı bunlar qeyd olunmuşdur. Bir hadisəni də qeyd edim, qısadır, ondan sonra mövzumuzu tamamlayaq. Allah Resulü sallallahu aleyhi və səlləmin vəfatından sonra bəzi alimlər qeyd edirlər ki, Fatimə radiyallahu anhə Fədək deyilən ərazinin onlara verilməsin istəyir Əbu Bəkrdən, xəlifədən. Lakin Əbu Bəkr As-Siddiq radiyallahu anhu Fatimə anamızın bu təklifin geri çevirir. Buyurur ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmlə eşitmişəm ki, biz Peyğəmbərlər özümüzdən sonra heç bir şey qoyub getmirik. Nə dinar, nə də dirhəm, nə qızıl, nə də gümüş. Bizim qoyub getdiyimiz ancaq elmdir. Kim o elmi götürsə artıq böyük bir fayda əldə etmiş olar. Və dəyərli qardaşlarım, yenə deyirəm, bəzi rəvayətlər qeyd edir. Allah bilir nə qədər səhihdir. Ona görə bizlər tam dəqiq olduğunu söyləmirik, eləcə də olmadığın, uydurma olduğunu da demirik. Allah bilir ən doğrusun. Fatimə anamız inciyir.
Elbette Peygamber sallallahu aleyhi ve sellem atası vefat etmişti. Ve Fatime radıyallahu anhu zərif qadın idi. Hətta o eşidəndə ki, Əli ibn Əbi Talib Əbu Cəhlin qızı ilə evlənmək istəyir, ikinci zövcə kimi incinir. Peygamber sallallahu aleyhi ve sellem deyir ki, Fatimə məndəndir, mən də Fatimədənəm. Fatiməni incidən məni incidirmiş olar. Buradan Həzrət Əli başa düşür ki, yəni fikrimdən daşınmalıyım və almır. Lakin Fatimənin vəfatından sonra əlbəttə bir çox zövcələr alır. Və Fatimə radiyallahu anhə Allah Resulü sallallahu aleyhi və səlləm vəfatından sonra 6 ay yaşayır. 6 ay yaşayır və sonra vəfat edir. Və Həzrəti Əli Fatimənin vəfatından sonra yenə gəlib Əbu Bakra beyyət edir. Ki insanlar elə başa düşməsinlər ki, yəni bu ixtilafda Əli Fatimə radiyallahu anhəni dəstəkləyir, lakin zərif olduğu üçün, zövcəsi olduğu üçün, Allah Resulü sallallahu aleyhi ve sellemin qızı olduğu üçün, qiymətli, dəyərli bir insan olduğu üçün ona bu məsələdə etiraz etmir. Onun xətrini qırmır. Lakin demək gəlir Allah Resulü sallallahu aleyhi ve sellem Əbu Bakrın vəfatından sonra yenə beyyət edir. O fədək məsələsi də nəinki Əbu Bakr onu əhl-i beytə vermir, heç Ömər də vermir. Heç Osman da verir, heç Əli özü də xəlifə olanda demir ki, bu əhl-i beytin haqqıdır, Peyğəmbər sallallahu aleyhi ve sellem ailəsinin haqqıdır, onlara verilməlidir. Hamısı bilirdi ki, doğru olan Peyğəmbər özündən sonra sallallahu aleyhi ve sellem bütün peyğəmbərlər qızıl, gümüş, mal, mülk, bağ, bağça, ev, eşik qoyub getmirlər. Qoyub getdikləri elmdə kim onu götürürsə artıq böyük bir pay götürmüş olar. Bax belə, əziz qardaşlarım, Əbu Bakr As-Siddiq radiyallahu anhu bu ümmətə xəlifə seçilir. 2 il, 6 ay xəlifə olur və inşallah gələn dərslərimizdən onun xilafəti zamanı görmüş olduğu işləri, o qiymətli əməlləri Allahın izinə sırayla öyrənməyə başlayacaq. Allah subhanahu və teala bizləri eşidib başa düşüb faydalanan və ən gözəlinə tabi olan qullarından etsin. Allah subhanahu və teala bizlərə onun Resulü Muhammed sallallahu aleyhi və səlləmin və onun raşidi xalifələrinin, Əbu Bakrın, Ömərin, Osmanın və Əlinin sünnəsinə, yoluna tabi olmağı müvəffəq edib asanlaşdırsın. Eləcə də bütün səhabələrin yollarına, sünnəsinə tabi olub xilas olmağı bizə nəsib etsin. Hər birinizə Allah üçün təşəkkür edirəm. Uca Allah sizləri və bizləri xeyirlərlə mükafatlandırsın. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi və səlləmə təslimən kəthira ilə yevmiddin.